Salam, hər vaxtınız xeyir olsun. Napoli, Qarabağ oyun öncəsi mətbuat konferansına xoş gəlmisiniz. Mətbuat konferansımızda baş məşqçimiz Qurban Qurbanov və futbolçumuz Marko Yankoviç iştirak edir. Öncə Qurban müəllim öz fikirlərini bildirəcək, daha sonra Yankoviçin fikirlərini eşidəcəyik. Davamında öncə Yankoviçə sualları alacağıq və onu məşqə göndərəcəyik. Buyurun Qurban müəllim. Akşamınız hayır olsun. Salam Ömer Benzi. İlk önce çok güzel bir şehirdeyik ve çok büyük tarih olan bir kluba karşı oyun gözlüyor bizi. Ve elbette ki çok büyük bir Məşqçiyə karşı, Məşqçinin komandasına karşı bizi oyun gözlüyor. Ve çok vacib oyundu. Bilirik ki Napoli turun cədvəlində istəyəcək öz yerini daha da yaxşılaşdırsın. Buna görə çox ciddi hazırlaşırlar və ümumiyyətcə Господин Conte'nin heç bir oyunda ümumiyyətcə diqqətsiz olduğunu görməmişəm bugünə kimi. Çünki onu həm də yaxından tanıyıram, ona da öz salamlarımı çatdırıram buradan və belə pis hazırlaşmamışıq. Çox istərdik ki, sona kimi öz oyun nizam-intizamımızı qoruyub saxlamağa və sona kimi yaxşı, dinamik bir futbol oynamağa ki, bu stadiondan, buradakı azarkeşdən, ümumiyyətcə bu rəqibdən əlbəttə ki, yaxşı oyunla həzz almağa. Bu qədər. Yanko. About the game, Yeah. Ci provo in italiano. Buonasera a tutti, almeno ci ridiamo tutti. Sì, domani giochiamo contro Napoli, una squadra forte. Non devo parlare molto di loro, sappiamo tutti che sono campioni dell'Italia. E noi siamo preparati e domani vediamo come va. Speriamo una partita molto interessante. Proviamo a giocare il nostro calcio. Il nostro obiettivo è sempre lo stesso, a dare il massimo e guadagnare il rispetto di altre squadre. Si può vincere, si può perdere, pareggiare, non cambia niente. Noi sempre proviamo a giocare offensivamente e vediamo, se no domani o dopodomani, quel momento quando e altri parlano di noi ci arriverà. Yanko için suallar. Ciao Marco, Conte ha detto che siete praticamente la squadra rivelazione di questa Champions League. Vi sentite la vera rivelazione di questa Champions, visto che avete fatto dei risultati oggettivamente top, al massimo, quasi incredibili, se possiamo dirlo senza offesa. Che cosa vi siete detti tra di voi e se domani pensate di poter fare effettivamente un altro risultato di prestigio? Sì, come ho detto prima, noi ci proviamo. Sarà molto difficile, ovviamente il Napoli è un favorito, gioca a sua casa, anche se noi siamo favoriti, certo, però noi abbiamo la nostra ambizione. Adesso con i 7 punti dove noi siamo mostrati che possiamo giocare contro le grandi squadre, abbiamo fiducia e crediamo che anche domani possiamo fare un gran risultato.
Ciao Marco, tu qualche anno fa ci hai giocato contro il Napoli, poco tempo chiaramente, quando eri alla SPAL. Ti voglio chiedere quanto vedi cambiato il Napoli in questo percorso che ha fatto. Ovviamente prima del Covid era un'altra squadra, oggi ti ritrovi di fronte ai campioni d'Italia. Grazie. Certo, oggi sono campioni dell'Italia con gran giocatori. Non so cosa posso dire, è sempre stata una squadra grande, ma oggi è un po' differente. Da noi loro hanno un grande rispetto, però come ho detto prima, la nostra ambizione è sempre qui e ci proviamo a giocare una bella partita e provare a ottenere un grande risultato. Marco suallar yoxdursa? For Marco. Ciao Marco, hai diciamo, tante partite già alle spalle con il Karabag, se ci puoi descrivere la tua squadra, nel senso che quali sono le caratteristiche vostre e poi se c'è un calciatore del Napoli che apprezzi particolarmente. Il Karabag è una squadra che gioca contro tutte le squadre offensivamente, con coraggio. E non c'è la differenza se è un campione d'Italia o di Inghilterra o alcuna squadra che noi giochiamo contro di loro, noi proviamo a giocare la nostra partita offensivamente, provare a fare gol con coraggio e anche domani sarà così. Kevin'in adını çəkmək istəyərdim, amma hal-hazırda o yoxdur. Bunun xüsusi bir əhəmiyyəti var ki, o oyunda iştirak etmir. Komanda ümumilikdə güclüdür. Onların hər bir oyunçu həm hücum edir, həm müdafiə edir. Onlarla oynamaq çətindir, amma mən öz yoldaşlarıma güvənirəm, düşünürəm ki, biz bir fərqli oyun göstərə bilərik. Napoli'ye hoş gəlmisiniz. Çempionlar Liqasındakı yolunuzla bağlı mən sizə təbrik eləmək istəyirəm. Siz Çempionlar Liqasında bir sürprizsiniz. Soruşmaq istəyirəm ki, bu necə baş verdi? Siz bu qalibiyyətlər əldə etdikcə sizin gözləntiləriniz də artırmı? ilə daha da irəli getmək. Və əlbəttə ki, əgər bu ən yüksək klub turniridirsə və bu bizim arzumuzdur,
Bu bizim missiyamızdır ki, bu turnirdə bacardığımız qədər iştirak etmək. Və digər tərəfdən bu turnirdə şükürlər olsun Allah bugün bu qrupa düşmüşüksə və biz bu oyunlardan həzz almaq istəyirik və maksimum nəticə olmasa belə öz oyunumuzdan, öz cəsarətimizdən, hansı ki belə böyük klublara qarşı yaxşı mübarizə apararaq, yaxşı oyun göstərərək oyunlardan həzz almaq və belə məsuliyyətlidən biz bu oyunlara yaxınlaşırıqsa, yanaşırıqsa, deməli, nəticə də əldə eləmək olar və bu ilki nəticələrimizə görə əlbəttə ki, həm sevinirik, həm də özümüzə inam daha da çoxalır və əvvəl də qeyd etdiyim kimi belə oyunlardan, belə nəticələrdən həzz alırıq. Mister Salve, ci dice come si fa a restare sulla stessa panchina per 17 anni e Conte è molto preoccupato da lei, c'è qualcosa che ancora vuole mostrargli? Bəli, mənim üçün də ümumiyyətcə biraz belə bir uzun müddət bir klubda çalışmaq ilk olaraq böyük məsuliyyət tələb eləyir və digər tərəfdən də çox şadam və bu klub ümumiyyətcə elə bir klubdur ki, Qarabağ Azərbaycanın elə bir klubudur ki, bu ad ümumiyyətcə bizim üçün çox fərqlidir. Azərbaycanın çünki çox dəyərli bir adıdır, dəyərli bir simasıdır. Yəqin ki, hər şeydən məlumatınız var. Baxmayaraq ki, biz bölgə klubuyuq, biz uzun illər Bakı şəhərində bu klubu yaşatmışıq. Bakı şəhərində bu klub böyüyüb və biz tək mən yox, ümumiyyətcə bizim rəhbərliyimizlə biz bir yerdə olmuşuq bu 17 ili və hətta onlar məndən bir neçə il öncə bu kluba rəhbərlik etməyə başlayıblar. Və bu ada görə mənim bir Azərbaycanlı kimi məsuliyyətim daha da çoxalıb. Bu klubda daha da çox iş saatim olsun, daha da bu klubu uğurlu nəticə etmək üçün öz iş saatımı daha da çoxaldım. Və məncə rəhbərliklə bir yerdə belə bir yaxşı bir kollektiv formalaşdırmışıq və şükürlər olsun Allah bugün biz bir yerdəyik və mən çox istərdim ki, daha yaxşı nəticələrimiz olsun, amma yenə bugün də belə bir nəticələrin olması şükürlər olsun Allah bizi sevindirir və belə bir dost, ailə kimi güvənli bir kollektiv olduğu üçün 17 ildir bu klubdayam. Tural buyur. Qurban müəllim, uğurlar arzulayıram. Napoli təxminən son bir il ərzində bu stadionda məğlub olmayıb və 19 oyunda, ev oyununda 14 qələbəsi var. Yəni bu belə bir seriyanın mövcudluğu Qarabağ üçün əlavə bir motivasiya ola bilərmi? Və ikinci sualım Elvin Cəfərquliyev start heyəti üçün nə dərəcədə hazırdır? Ümumiyyətcə biz belə böyük klublarda, belə deyək, yəni statistikaya biz bir o qədər önəm vermirik. Biz sadəcə onların ümumi oyun sistemini, ümumiyyətcə onların meydandakı düşüncəsini, hərəkətini, biz bunlara daha çox önəm veririk və əgər bu belə böyük bir klubdursa və belə, yenə qeyd edirəm, böyük bir məşqçi varsa, əlbəttə ki, bu nəticə belə də olmalıdır, uğurlu nəticələri belə də olmalıdır, çünki böyük bir azarkeş dəstəyi, böyük məşqçi, ümumiyyətlə böyük bir komanda, kollektiv və biz hər il baxsaq, hətta burada məşqçilər dəyişəndə belə onu əvəz edən məşqçilər biri-birindən
daha da belə deyək, nəticəni düşünən məşqlər olur. Çünki bu komandanın, bu klubun xarakteri sanki həmişə qalır. Ona görə belə onu biz düşünməyərək bu oyunu hazırlaşırıq. Çünki bu tam fərqli bir turnirdir və əvvəl qeyd etdiyim kimi mənə gəlir ki, bu klub komanda əvvəlki nəticələri yox, bugün bizə qarşı oyunu düşünəcəklər. Çünki turnir cədvəlində öz yerlərini daha da yaşlaşdırmaq üçün. Və Elvin Cəhərliyə gəldikdə, ümumən durum belə pis deyil. Yəni, sabaha kimi yenə vaxtımız var. Yenə həkimlərlə məsləhət eləyəcəyik. Oynama ehtimalı da var. Bəlkə hər hansı bir dəyişiklik ola bilər, amma hər bir halda sabah oyundan qabaq tam qəti qərar verəcəyik. Salve, non so se lei lo sa, domani è l'anniversario della morte di Diego Armando Maradona e giocate insomma nello stadio intitolato a lui. Volevo sapere se un suo ricordo, ecco, che cosa, se le fa effetto questa cosa di venire a giocare al Maradona nel giorno dell'anniversario della sua morte. Bilirdim, məlumatım var idi. Ümumiyyətcə, bu da əlavə bir stimuldur kollektiv üçün. Elə cənab Conte'nin müsahibəsini də oxudum. Hətta orada da bunu qeyd edib ki, sabah qalibiyyət əldə eləsək, Maradona'ya həsr eləyəcək bu qalibiyyəti. Və bu da əlavə bir motivasiyadır onlar üçün, amma bizim üçün də əlavə bir motivasiyadır ki, biz də, əgər onlar bunu qeyd etmək istəyirlərsə, biz də öz yaxşı oyunumuzla, yaxşı mübarizəmizlə azarkeşlər üçün çox baxımlı bir futbol olsun meydanda, hansı ki, hər iki komandanın azarkeşləri bu oyunumuzdan həzz alsınlar. Salve mister, Giovanni Annunziata, Radio Punto Nuovo. Le volevo chiedere di un aspetto importante del Karabag. Vediamo una squadra che segna tanto, ma allo stesso tempo subisce anche qualche gol in più. Sembra che l'idea sua di calcio sia quella di segnare un gol in più rispetto all'avversario, cercare di segnare sempre di più. È un'idea di calcio che riproporrà anche domani, cercherà di pensare in questo modo anche nella serata di domani? Grazie. Əlbəttə ki, futbolun bəzəyi qoldur və əgər stabil uğur əldə etmək istəyirsənsə, daha çox qol vurmağı düşünməlisən, daha çox hücum etməyi düşünməlisən və bununla belə hamı üçün futbolun bir qanunu var ki, hücumda nə qədər olsan da müdafiədə daha keyfiyyətli, daha ehtiyatlı davranmaq. Bu ümumiyyətcə bizim tələblərimizdən ən birincisidir ki, biz nə qədər hücumda olsaq da müdafiədə diqqətli olmaq, müdafiədə düzgün oynamaq. Amma hər bir halda ümumiyyətcə qollar böyük komandalara qarşı böyük futbolda yəni bəzən düşünmədiyin sayda qollar görürsən öz qapında. Hər bir rəqibə qarşı bəzən öz düşündüyün nəticəni oyunu əldə edə bilmirsən və bütün rəqiblər, bütün böyük məşqçilər görsən ki, il ərzində 1-2 hansısa böyük bir məğlubiyyətlə qarşılaşırlar. Və sadəcə biz belə deyək, yəni qol buraxmaqdan qorxmamalıyıq. Ona görə hücumda biz daha cəsarətli olmalıyıq. Yəni bugün biz ola bilər qol sayı öz qapımızda qol sayını çox görək, amma gələcək üçün biz gələcəyi düşünsək ki, bu cəsarəti, hansı ki, hücumda daha çox olmağı biz bu klubun bir klubda bunu stimullaşdırsaq, mənə gəlir gələcəkdə qol sayı da az olacaq və get-gedə futbolçuların keyfiyyəti, get-gedə ümumi bizim daha güclü çempionatda iştirak etməyimiz məncə bunu
az qol buraxmağı daha da reallaşdıracaq. Amma biz nə qədər hücumda olmağı düşünsək də, elə məqsədimizdən də birinci, ilkdə olanları elə qapımızda az qol görməkdir. Bunu biz daima düşünürük. Last question. Salve mister, benvenuto. Oggi abbiamo visto tanti giocatori in giro per la città. Volevo sapere se era un permesso che avevo concesso lei appunto per godersi la sfida con maggiore leggerezza. Grazie. Çox sağ olun. Ümumiyyətcə biz hər bir futbolçuya hər bir səfərə getdikdə, istənilən şəhərdə olduqda müəyyən bir neçə saat onlara sərbəstlik veririk. Çünki əlaqəsi belə gözəl bir şəhərdə, Neapolda, yəni futbolçuların onu görməsi, o keçmişi, o gözəl antik binaları görməsi, ümumiyyətcə bu şəhəri görməsi, bu hər bir yəni idmançının, futbolçunun arzusudur. Ona görə biz onlar üçün belə şərait yaradırıq. Yəni burada ciddi bir belə deyək problem görmürəm və belə istənilən şəhərdə belə bir addım atırıq istənilən yerdə. Vaxtımız varsa buyur. Salve mister, il Napoli imbattuto qui al Maradona tra campione del Champions League, che serve alla sua squadra per fare l'impresa? Grazie. Qalib gəlmək üçün çox güc sərf eləyəcəyik, əlbəttə ki. Bəlkə ümumi, belə baxaram, ümumi gedişata, ümumi müsahibələrə Napoli bizdən daha çox qalib gəlmək istəyir. Çünki elə sabah sanki hamı fokuslanıb Maradona'nın o anım gününə, hansı ki hamı istəyir ki bir qalibiyyət əldə eləsinlər və onu Maradona'ya həsr eləsinlər. Və görünür odur ki biz çox diqqətli olmalıyıq, çox əzmkar olmalıyıq sabah meydanda. Bu çox vacib olacaq, amma bizim düşüncəmiz, yəni deyirəm ki, sabahki nəticədən asılı olmayaraq yaxşı cəsarətli oyun göstərməyə ki, azarkeşlər üçün, hamı üçün maraqlı bir oyun olsun. Və hər birinə təşəkkür edirəm. Çox maraqlı diskussiyalarımız oldu. Çox xoş oldu. Təşəkkür edirəm. Thank you, ciao.